Məsələn, Şamxalın problemi odur da, o Azərbaycanlı kimi yazmaq istəmir. Çünki mənə o varis səviyyəli bir Avropa yazıcısının kitabını mən oxusam, deyirəm, bu yazıqlar nə gündədir. Mənə görə o kitab cəfəngiyat. Seymur Baycanın əsərləri cəmiyyəti əksər etdirmir. Sizin yazı vərdişiniz əslində yazmaq istəyən müəlliflərə çox şey qazandırmayacaq da, yəni cəmi hərəzin bir romanı var bu illər ərzində. Yox. 2 gecəyə ondan, o cür romandan birini rahat yazaram, bəlkə ikisini də yazaram. İstedadıma o qədər hörmətim var. Düşünürəm ki, cəfəngiyat yazmaq istəyib. Yəni Azərbaycan ədəbiyyatının ən yaxşı şeyidir. Bunu bütün məsuliyyətimlə deyirəm. Nə bilim, cavanlığımı apardım. Nə oldu ya, 30 kitabda yazdım, tutarmadı. Bu kişi nə qədər şey aparıb səndən? Xüsusilə bu roman redaksiyasında sənə ən çox çətinlik çəkdirən, ən çox incidən, əsəbləşdirən nə idi? Bəzi müəlliflər deyir ki, mən oxucunu nəzərə almıram yazanda. Mən özüm üçün yazıram. Deyir ki, mənə maraqlı olanı yazıram və ümumiyyətlə mənə dəxli yoxdur ki, bu oxucunu maraqlandıracaq, maraqlandırmayacaq, bəyənəcək, bəyənməyəcək. Nə fikirləşirsiniz, doktor Fəridə xanım? Məncə onu o cür deyən səmimi deyil, birincisi, ən önəmlisi. İkincisi də o adam mən bacardığım budur deməyin başqa bir şəklidir. Yəni o bir növ məsuliyyət, bayaq məsuliyyətdən danışmışdıq. O məsuliyyəti üstündən atmaq məsələsidir. Çünki sən necə fikirləşməyə bilərsən ki, bu kitabı yazırsansa, ən elə birinci başlayanda yazmağa oturmamış bəlkə ağlından o keçir adamın ki, görəsən necə alınacaq, kimsə oxuyub nə fikirləşəcək, yaxud da bu kitabın haqqında fikirləşsən, satılacaqmı, nə qədər bundan geri dönüş alacağım, kim nə fikirləşəcək, müsbət rəylərmi çox olacaq, tənqid olunacaqmı? Yəni necə deyə bilərsən ki, yəni bunlar sənin ağlına bu sualların gəlməyi təbiidir də, bundan təbii bir şey yoxdur. Nəzərə almıram deməkdənsə denən mənim əlimdən gələn budur da, nədir odur? Nədirsə budur. Məncə odur. Bir baxmaq lazımdır, biz ədəbiyyatı yazıçılığı necə dəyərləndiririk? İncə sənətin bir qolu kimi, yoxsa bir peşə kimi, zənət kimi. Əgər mebel düzəltmək kimi xırdalığı, texnikasını falan bilməli olduğumuz bir işdirsə, deməli biz onu kommersiya məqsədi güdürük. Yox, əgər biz incəsənət sahəsində məşğul olsa və bu Van Gogh'un elə rəsmləri kimi bir şeydirsə, sadəcə yazılıdırsa, onda Van Gogh da onu kommersiya məqsədi eləməyib ki. Van Gogh'un yaratdığı həqiqətən sənətdir. Sizin dediyiniz kimi yanaşsa, onda mən ağlıma gələni yazaram ki, zaten Azərbaycanda bununla məşğul olan həddindən artıq çox dırnaqarası yazıcı var. Deyərəm ki, mən sənət yaratmışam da siz başa düşmürsünüz, deyirlər də. Yəni kommersiya güdmürəm, oxucu rəyi güdmürəm, tənqidlərə sən başa düşmürsən, başa düş, zəhmət çək. Sənətdir bu. Onun istənilən adam ağlına gələni yazıb, o cür təqdim edə bilər. Məncə elə yanaşmaq lazım deyil. Açırsan, baxırsan cümlənin başı yoxdur, ayağı yoxdur, redaktə yoxdur, korrektə yoxdur, məğz yoxdur, ədəbiyyata dair heç nə yoxdur. Yəni necə olacaq? Amma adam dair məsələsi nə ədəbiyyata dair nədir? Ədəbiyyata dair nə deməkdir, hə? Bu da maraqlı sualdır və bu sualın ətrafında intellektual ədəbiyyatçılar, tənqidçilər, özünü ciddi ədəbiyyatçı sayan şəxslər çox danışıblar. Saatlarla da danışarlar, sözləri qurtarmaz, deyərlər ən yaralı yerimizdir filan. Amma heç nə başa düşməzsən, yəni 2 saat danışarlar, heç nə başa düşməzsən ki, o nə dedi, ədəbiyyata dair nə idi. Mənim fikrimcə hər şeydən qabaq bir oxucu olaraq deyirəm. Mən bu romanı oxuyanda hiss edirəm ki, bu ədəbiyyata dairdir yoxsa yox. Söhbət hazırlıqlı, mütaliəsi olan, nə oxuduğunu bilən oxucudan gedir. Yəni kör təbii, əlinə keçəni oxuyan oxucudan danışmıram. Sən bu kitabı oxudun, bağladın. Nə yaranır beynində? Yəni bir duman yaranır da, bir fikir, şuur axını, bir his, bir enerji. Bax o yaranan şey sənə deyir ki, bu ədəbiyyata dairdir yoxsa yox. Bir dənə sual verim, tutaq ki bir yazıcı siz dediyinizdən yola çıxaq da. Həqiqətən həyatın mənasını tapıb və romanda bunu işləyib. Həyatın mənasını sən oxuyan sonra biləcəksən, varacaqsan. Amma romanın dili, fikri, hər şey bərbaddır da, çox aşağı səviyyədir. Bir dənə yazıcı çox gündəlik həyatdan danışır, amma onu elə axıcı, elə rəvan sürətdə bizə təqdim edir ki, əriyib gelirsən. İndi əsl yazıçılıq hansındadır? Həyatın mənasını tapandan mı deməli? Heç birində. İkisini də balanslaşdırmaq lazımdır. Yazıçılıq heç birində, amma əsl ədəbiyyat hansıdır? Birinci variantdadır. Həyatın mənası tapan. Bəli. Əgər oxuyanda onu hiss edirsən, bir hekayə düşür əlinə. Oxuyursan, başa düşürsən ki, bu ədəbiyyatdır. Amma bu bacarmayıb bunu işləməyi. Fikirləşsən ki, məsələn, mən bunu necə yazardım, filan şeyi necə eləyərdim, gör necə gözəl bir mövzunu heyf eləyib. Mən o qədər olub ki, bir hekayə oxumuşam, o qədər pis olmuşam ki, gör necə bir mövzunu, necə bərbad şəkildə salıb.
Sən nə fikirsən bu həyat mənası söhbətində? Çünki həyatın mənası işin fəlsəfi tərəfinə gedəndə bilinən bir şeydir də. Bu bizdə məsələ yoxdur. Bizimlə bölüş xahişim. Biz də marifət. Yazaram oxuyarsınız. Mən nə fikirləşirəm? Oxucunu nəzərə almaq, nəzərə almamaq məsələsində mən fikirləşirəm ki, istənilən müəllif oxucu üçün yazır. Nəinki nəzərə almalıdır. Oxucuya yazır. O yazılırsa mətn zaten oxucu üçün. Bəli, işdir. Oxucunu nəzərə almayan müəllif varsa, ki, ola bilər, yazsın, çap eləməsin. Qoysun sandığına, Bəli. qoysun, saxlasın evində. Olub da o qədər elə olub ki. Hə da, yəni sənə əgər oxucunun fikri maraqlı deyilsə, niyə gətirib bunu mənə pulla satırsan? Hə. Və sən özünü yazışı da deməməlisən. Kağız sərf eləyirsən, reklam eləyirsən, Instagramdan, TikTokdan, oradan buradan baş beynimə aparsan ki, gəl bu kitabı al. Sonra mən oxuyuram. Sənə deyəndə ki, ay qardaş, sən nə edibsən burada, ay bacı, ay qardaş. Deyirsən, yox, mən oxucunu nəzərə almıram. Və mənə niyə satırsan bunu? Əsərin uğurunu nə müəyyənləşdirir? Çox satması, yoxsa çoxlu rəy alması, hansı tənqidçilərmi, mükafatmı? Baxır hansı əsərə? Ədəbiyyatdan girdi söz, bədii əsərdən girdi. Mən nəyə baxıram? Sən o gün oxudun, müəllifdən hissəsində də yazmışam. Yəni, bu biraz mənə görə kitab, bədii mətin, müəlliflə oxucu arasında bir məktublaşmadır. Mən məktub göndərirəm sənə və adam dostuna məktub yazar da, bildiyi belə deyək ki, yəni əziz saydığı adama məktub yazar da, əgər bir dövlət qurumuna yazmırsa. Orada nə olmalıdır məktubda? Bir neçə şərt var da. Birincisi, səmimi olmalısan. Düzdür? Bəlkə də əsas şərt. Məhrəmlik olmalıdır. Məhrəmlik olmalıdır. İkincisi, sən kimə müraciət edirsən? Bu intellektə müraciət eləməlisən. Və sənin orada artıq qarşına aldığın dostunun səviyyəsini göstərir. Əgər sən savadsız bir adama, heç nə o izahat ona görə xoşuma gəlmir. Yəni, heç nə anlamayan, elmdən xəbəri olmayan, orta təhsili olmayan adama ümumiyyətlə müraciət səviyyəsində yazırsansa, deməli sənin məktublaşdığın, sənin dostun, öz səviyyəndə gördüyün, orta təhsil olmayan, heç nə anlamayan, nə bilim, işığın, suyun nə demək olduğunu bilməyən bir adamdır. Ona görə də birinci, deyirsən, yaxşı ədəbiyyatı nə müəyyən edir? Yaxşı ədəbiyyatı məncə birinci səmimiyyəti müəyyən edir. Bu müəllif özü nə dərəcədə səmimidir mətndə. Bunu da ondan bilirik ki, o yazıcı özünü alladır, yoxsa yox da. Yəni bir yerdə dediyini, yalan danışmamaq məsələsidir. Bir yerdə dediyini başqa yerdə yanıltmır və yaxud dediyi şey bizim bildiyimiz təbiət elmlərinə zidd deyil. Yəni əgər o fantastika deyilsə, hətta fantastikanın da içində əsaslandırmalar olmalıdır. Yəni o əsaslandırmalar yerindədir. Buna da deyirik inandırıcılıq. Yəni nə dərəcədə inandırıcıdır. Yalana belə inandıra bilmək. Bəli, məsələn, üzvlərin hökmdarı yazırsan, amma inandırıcıdır da, inanırsan ona. O mühitə düşə bilirsən. Bu da yazısının auranı yaratmaq. Bəli, bu da yazısının səmimiyyətidir. İkincisi, kimə müraciət edir? Yəni bilən adama mı müraciət edir, yoxsa bilməyən adama mı müraciət edir? Bu dediyi, bunu danışdıq məktub məsələsində. Üçüncüsü, nə danışır? Yaxşı, səmimidir və bilən adama müraciət edir. Və nəhayətdə nə danışır? Bunun bir başı ilə ayağı bir-birinə bağlanırmı? Bir gövdəsində bütövlük varmı? Təkcə ədəbiyyata aid deyil ki, hər şey, yemək də belədir. Nə bilim, geyim də belədir. Bir bütövlük, tamlıq varmı? Bir şeyə xidmət eləyirmi? Yoxsa maraqlı cümlələrdən ibarətdirmi? Ya da ki, kommersiyaya. Ya da hansısa bloger oturub, mən necə bir aya həyatımı dəyişdim. Kommersiyaya qəşəng də üzr. Zəngin olmağın 5 addım. Ərə getməyin 49 qaydası. Yəni kitabın çox satılması meyar deyil. Deyil, qətiyyən deyil. Əsas meyar odur ki, bütövlük başı sonu olsun və öz-özünü aldatmasın. Yox, əsas odur ki, öz-özünü aldatmasın, başı sonu olsun, intellektə müraciət eləsin, səmimi olsun, inandırıcılığı yüksək olsun, yalan danışmasın. Çatdıra bilsin. Tutaq ki, mən intellektə müraciət edirəm. Məsələn, Nietzsche. Və həqiqətən intellektə müraciət edir və onu adi adam oxuyanda Zərdüşt belə deyir bu söhbətini oxusan. Başa düşmürsən, gəl sənin fəlsəfi bir bazan olsun ki, o əsəri oxuyanda səni nəsə ifadə eləsin. Çox yüksək intellektə müraciət edir və sən o kitabda yəqin ki, Azərbaycan çıxsa satılmaz da, itər gedər. Heç kim həqiqətən oxucu geri dönüş eləməz ki, o Azərbaycan tarixinə iz salsın. Nietzsche'nin ən azı aforizm kimi oradan götürə biləcəyin sözləri var ki, Azərbaycanlı oxucuda şüarları həddindən artıq sevir. Məsələn, o tərzdə Nietzsche tərzində kimsə yazsın,
heç bir məğzi də olmasın. Sadəcə içində bir 20 dənə, 30 dənə şüar olsun. 5-6 səhifədən bir tapa biləcəyin. Yəni götürüb ən azı sosial şəbəkədə paylaşıb səni məşhurlaşdıracaqlar. Amma mən nə düşünürəm, çox razılaşmıram sizlə, doktor, sizə doktor demək istəyirəm. Razılaşmıram nə mənada? Bizlə sizlə də razılaşmıram. Yəni ki, Nietzsche kimi bir Nietzsche səviyyəsində, amma Nietzsche dilində yazan yazıcı Azərbaycanda uğur qazanmamalıdır. Uğura layiq deyil hətta. Niyə? Çünki sən bu mühiti yazmalısan. Sən niyə görə Almanın, Avstriyalının tərzində yazmalısan ki? Elə bizim bəlamız olub, problemimiz o da. Məsələn, Şamxal dostumuz, Şamxal Həsənov, gelmiş ad çəkirdi. Məsələn, Şamxalın problemi odur da, o Azərbaycanlı kimi yazmaq istəmir. Orxan Pamuk kimi yazmaq istəyir, Nabokov kimi yazmaq istəyir. Halbuki Azərbaycanlı kimi yazmaq lazımdır. Azərbaycanlı kimi Pamuk səviyyəsində yazmaq lazımdır. Onda uğur qazanacaqsan. Bunun sirri nədir? Azərbaycanlı kimi. Məncə birinci səmimiyyətdir ilk. Sən başa düşməlisən də mən kiməm. Hansı köklərdən gəlirəm, mənim ayağım hara dirənir. O tanışlıq məncə. Tanımaq məsələsi. Tanımaq məsələsi. Bu aspektdə, perspektivdən baxanda, tutaq ki, Azərbaycanda elə müəlliflər var ki, həqiqətən də Azərbaycan oxucusuna xitab edirlər. Bəli. Çox sevilirlər, çox satılırlar, amma mahiyyət etibarən çox da ciddi danışmırlar. Çünki Varisin romanları nədir? Sevgi, məişət, ailə, Azərbaycanı çox maraqlandıran. Məişət səviyyəsində. Hə, bizdə məişət söhbətləri sevilir axı, yəni çox yayılır da, tez yayılır. Hamıya maraqlıdır bir-birinin həyatı, bir-birinin ən azından eşq hekayəsi. Maşallah hamının da həyatında bir ən azı 5-6-sı olur. Ona görə məsələn Varis o şeyi tutub, o xətti tutub. Bizdə necə sevirlər, necə ayrılırlar, eşq acısı necə çəkirlər, qadın necə olur, kişi necə dağılır, münasibətlər necə. Yəni Azərbaycan cəmiyyətinə xitab edir. Bəli, o kəsimə də, o kəsimə xitab edir. Amma intellektə eləmir, mədəniyyətə eləmir, tarixə eləmir. Sırf qeybət və məişətə. Amma bu da olmalıdır. Yəni məsələn mən demirəm bu olmamalıdır. Bizim danışanda ədəbiyyat hər zaman ciddi olmalıdır deyil məsələn. Ciddi ədəbiyyat olmalıdır. Bu məişət ədəbiyyatı olmalıdır. Bunlar da oxumalıdır. Yəni Varisi tərcümə edib oxunmalıdır. Avropa ölkəsində ağlı başında bir oxucuya göstərsən, yazığı gələr yəqin bizim cəmiyyətə ki, bunlar bu gündədirlər. Məncə. Çünki mənə o varis səviyyəli bir Avropa yazıcısının o səviyyədə bir kitabını mən oxusam, deyirəm ay Allah, bu yazıqlar nə gündədir? Bunların həyatı bundan ibarətdir. Bunlar belə yaşayırlar. Bunların sevgi anlayışı, həyata baxışı, həyat anlayışı, ayrılıq acısı bu gündədirsə yazıqdılar. Mən elə fikirləşirəm. Bir yaxşı məsələ toxundunuz. Bir var ki, sən cəmiyyəti əks etdirən əsər. Bir də var ki, sənin cəmiyyət haqqında təəssüratın. Bu da bizdə bəlalardan biri də budur. Məsələn, kimi deyim? Seymur Baycan deyək. Seymur Baycanın əsərləri cəmiyyəti əks etdirmir. Seymur Baycanın cəmiyyətə münasibətini əks etdirir. Onun belə deyək, şəxsi travmalarını deyə, qərəzini deyə. Şəxsi münasibətini əks etdirir, bəli. Yazı vərdişi haqqında sual verəcəkdim. Sonra fikirləşdim ki, sizin yazı vərdişiniz əslində yazmaq istəyən müəlliflərə çox şey qazandırmayacaq da. Yəni cəmi hərəzi bir romanı var bu illər ərzində. Yox da tənqidi özünə tənqidi yanaşa bilərik də. Mən bu barədə çünki məhsuldar deyilsiniz, onu demək istəyirəm yəni. Bəli. Bu tənqidi çox rahat qəbul edirəm, boynuma da alıram ki, yəni məhsuldar olmamışam bu illərdə. 2017-ci ildə bir əvvəl kitab çıxıb, bir də indi çıxıb. 9-cusu, 2-ci çıxıb. Bu sizin də keçərlidir. Bəli, mən 2015-də kitablarım çıxıb, ondan bu yana kitabım yoxdur. Səbəb nədir elə bunun danışaq? Ədəbiyyata ayırmağa vaxtım çox azdır. Ona görə. Yəni ədəbiyyatla məşğul olmağa, özümdə bir rejim, vərdiş formalaşdırmağa. Çünki yazıcı üçün önəmli bir şeydir. Vərdişin olmalıdır, rejimin olmalıdır. Disiplin deyirlər də. Bu nizam-intizam. Bəli, nizam-intizam. Düzdür, bəlkə biraz bəhanə kimi görünə bilər, amma harda yaşadığımızı, hansı ölkədə, hansı şəhərdə yaşadığımızı, sosial tərəfləri nəzərə alanda özümə haqq verirəm. Bəhanə kimi görünsün istəmirəm, amma doğrudan ayıracaq zamanım qalmır. Çünki yazı prosesi elədir ki, o rejimdən çıxandan sonra təkrar ora qayıtmaq çox çətin olur. Bir müddət ki, uzaqlaşdın, təzədən qayıtmaq, o rejimi qurmaq, qayıdıb qurursan o rejimi, o rejimdən çıxandan sonra bir də eyni şey. Hər dəfə başa dönürsən, hər dəfə də ertələyirəm. Bir də ki, ədəbiyyatdan mənim maddi heç bir gəlirim olmayıb heç vaxt. Amma mən maddi gəlirim olmalıdır yaşamaq üçün.
və bu ədəbiyyatdan kənardadır. Ona görə mənim prioritetim o olur. Bu gün filan işim var, bu gün tərcüməm var, bu gün işə gedirəm, bu gün yorğun gəldim, bu gün qızıma vaxt ayırmalıyam. Ədəbiyyat hər dəfə ertələnir mənim üçün və bir stimul da yoxdur ki, açığı. Tutaq ki, bir müsabiqə yoxdur ki, fikirləşəsən ki, önəmli bir müsabiqə var. Mən ora hazırlaşım, qatılım ən azı. Söhbət qalib olmaqdan getmir də. Proses yoxdur. Yaxud da ki, mən bu kitabı çıxardım, fikirləşim ki, bir 15 nəfər bu kitab haqqında obyektiv rəylərini bölüşəcək. Nəsə yazacaq, nəsə danışacaq. Nəsə yazacaq, danışacaq, mən oradan nəsə öyrənəcəm. Çünki kitabı çıxardacam, uzaqbaşı 2 dənə yaxın dostum xətrimə dəyməsin deyə təbrik janrında mənə nəsə paylaşacaq o kitabı. Qalacaq elə. Yəni heç bir maddi, mənəvi stimul yoxdur, proses yoxdur deyə. Mən də fikirləşirəm ki, sabah eləyərəm, birisi gün eləyərəm. Gələn aydan oturacam, sistemli başlayacam. Mənim məsələn hekayə kitabı çıxartmaq istəyirəm 3-4 ildir. Bir neçə hekayə, 10-a yaxın hekayəmi yığmışam. Bir 10-a yaxın hekayəmdə skelet formasında, yəni sxemini yazmışam ki, unutmayım çünki mövzu yadımdan çıxır axı. Bir müddət beynində fırlanır, sonra unudursan. Onlara belə qayıda bilmirəm. Fikirləşirəm ki, hekayələr kitabı çıxartdım, nə olsun, mənası nədir? Təqdimat eləyirsən, 10 nəfərə deyirsən, 10 nəfərin 5-i gəlir, şəkil çəkdirirsən, kitab da qalır. Orada 5 aydan sonra baxırsan ki, 1000 dənə kitab çıxartmışdın, 6 dənə kitabını satılıb elə. Yəni, məncə yaxşı bir şey deyil də. Yəni mühitin olmamağı həm də yaradıcılığa mənfi təsir edir. Yaxşı, bu Fəridə xanımın səbəbidir. Azərbaycandakı ədəbi mühit olmur. Sənə mane olan nədir İsveçrədə? Tənbəllik. Mən tənbəllik də doğrudan. Amma bunu aşmağa çalışıram. Bu il ikincini bitirdim, üçüncünü bitirdim. Yəni artıq aşmağa çalışıram. Yeni, yəni doktor Seyid deyək də, o aləmlə yolları ayırıb təzə romana başlamaq istəyirəm, qeydlərim var. Bu tənbəllikdən başqa bir şey deyil. Mənim elə bir bəhanəm yoxdur. Çünki yazmağa vaxtım da olub, oturub kinoya baxmışam. Yazmağa vaxtım olub, oxumuşam. Yazmağa vaxtım olub, düşüb gəzmişəm. Amma onu bir sistemə salıb ardıcıl işləməyə tənbəllik eləmişəm. Ancaq bu etiraf olsun da boynuma alıram və bunu düzəltməyə çalışıram. Artıq yavaş-yavaş mütəmadi yazıya vaxt ayırıram. Planlaşdırıram ki, tətildəyəm hal-hazırda da, məlum məsələdir. Qayıdandan sonra da vaxtaşırı, yəni deyək ki, günün yarım saatı, 1 saatı heç olmasa ki, hamı gün ərzində yarım saat, hamı sizə nəzərdə tutun, yəni burada dediyiniz əksinə olmasın. Mən ən azı mən fikirləşirəm ki, gün ərzində 1 saat oturub yazıya vaxt ayıra bilərəm. Hətta bəlkə o 1 saat ərzində bir hərf də yazmayacağam, amma biləcəm ki, mən bu yazmağa çalışdım bu 1 saatı. Və elə bilirəm effektiv olar, ümid edirəm. Amma bir məsələ də var ki, yazıçılıqla sistemli şəkildə, məsuliyyətli şəkildə məşğul olmaq mənim fikrimcə insanı bir çox şeydən geri salır. Nə mənada geri salır? İstirahətindən, özünə ayıracağın, işinə ayıracağın çox şeydən səni qısıtlayır. Çünki sən o bir burulğan kimi, bir enerji kimi bir şeydir də, o auraya düşəndən sonra, məsələn 1 ay, 2 ay davamlı yazan bir romana başlamısan, o romanı bitirmək istəyirsən və onunla məşğulsan, sən hər şeyi geri atacaqsan. O sənin özündən asılı bir şey deyil. Bütün fikrin, zikrin qalacaq ona. Fikrin qalacaq orada, o auradan çıxmamaq üçün və sənin bir rahatlığın olmalıdır. Bu çox subyektivdir, yəni siz elə görürsünüz. Mən yazanda otururam, tutaq ki 1 saat yazacağam, 2 saat yazacağam, nə qədər yazacağamsa, o 2 saat müddətində romanın içində olurum, yazıram. Romanı bitirəndən sonra, kompüteri bağlayandan sonra artıq yenə də qaldığım həyatımı qaldırıram. Mən davam edə bilmirəm məsələn. Sualım odur ki, yazıçının dili qorumaq funksiyası var. Gedir. Belə başlamışam. Hansı dili? Ya Azərbaycan dili yazdığı dili də. Varmı, yoxmu? Yazdığı dili qorumaq, sözlər, köhnə sözləri diriltmək, yeni sözlər qazandırmaq kimi belə bir məcburiyyəti, vəzifəsi, borcudurmu yazıçının bu? Məncə deyil. Amma eləməlidir. Eləsə yaxşı olar. Hə. Müstəhəbdir də. Olarsa nə Vacib gözəl, deyil, olmazsa müstəhəb. eyb yox. Yəni eləməsə günah deyil, eləsə savabdır. Bax belə fikir. Mən belə görürəm. Yəni və bizim üçün biz eləməliyik. Yazıçı bunu eləməməlidir. Deyək ki, fransız bir yazıçı bunu eləməməlidir. İspan bir yazıçının buna ehtiyacı yoxdur. Alman yazıçının da qətiyyən ehtiyacı yoxdur. Onların dilləri ilə məşğul olan çox ciddi təşkilatlar var ki, yazıçılar heç biri o səviyyədə dillə heç məşğul da ola bilməz. Amma bizdə elə deyil. Bizdə Elmlər Akademiyasının Nəsimə adına
dilçiliyin üstü bu işlə məşğul olmur. Qalıb bizim öhdəliyimizdə. Məsələn Kamal Abdullah kimi filoloq, akademik öz kitabında hər səhifədə 70 dənə səhv edirsə, leksik, fonetik, qrammatik hər cürə səhv edirsə, mən bədbəxt çalışmalıyam ki, o düzəldim də, məsəl üçün də, yəni leksik eləyir. O redaktorun da işi yazıçının üstündə olduğu üçün, məsələn, yazıçı pinti yaza bilər, səliqəsiz yaza bilər, sözlərdə uyğun olmayan söz işlədə bilər. Amma redaktor, normal redaktor, onu düzəldir axı, yəni dünyada, Avropada, bəli. Fransada, Amerikada, İngiltərədə redaktor o əsəri təzədən yazır, belə deyək. Bəli. Amma bizdə hansısa redaktor, ağlı başında bir yaxşı redaktor, yazıcıya desə ki, ay qardaş, sən bu kitabını mən dəyişirəm də, filan söz yerində deyil, filan cümlə orada olmalı deyil, o abzasa ehtiyac yoxdur, bura bu şeyi əlavə eləmək lazımdır. Yazıcı dəli olur. Bəli, Fakt dəli olur, deyir, dəymə, toxunma. Elə yazıçılar var, çox adam. Elə yazıçılar var ki, redaktora verir kitabını, deyir ki, Vüsal bəy, redaktə eləyin, istəyirəm ki, redaktorum sizə olasın, amma xahiş edirəm, toxunmayın da. Bunu necə eləsin? Bəs neyniyim? Neynəsin? Redaktor neynəsin? Yazıçı elə bilir ki, bunun yazdığı bombadır. Şedevrdir, partladacaq. Burada, məsələn, tutaq ki də, misal üçün deyirəm, balkon sözünü eyvan eləsə redaktor, bütün əsərin sehri pozulacaq da. İndi bir dənə şey deyim, problem də ondadır ki, bu yaxşı dediniz Fəridə xanım. Bizdə də redaktor elə bilir ki, redaktorun funksiyası balkonu eyvan eləməkdir. Bəli. Bu da deyil də amma. İkisi də işi bilmir. Heç biri işi bilmir. Ona görə də mənzərə budur. Redaktor demişkən qeyd eləyək tamaşaçılar üçün Ulduzsayan romanının redaktoru Vüsal Aydındır və bir yazılıb orada. Bəli. Bununla əlaqədar bir şey demək istəyirəm. Bu romanın, xüsusilə bu romanın redaksiyasında sənə ən çox çətinlik çəkdirən, ən çox incidən, əsəbləşdirən nə idi? Mən redaktor deyiləm də. Sən tamaşaçılar üçün deyirsənsə, yəni ixtisas götürməmişəm özümə. Yazıçıdır. Sağ ol. Yazıçıdır. Qorxma, yazıçısan. Yəni redaktor deyiləm, o cür təkliflər arxasınca qaçmıram. Amma sənin kitabının yaxşı referansı var idi. Xan demişdi mənə. Biz də Xanla qarşılıqlı bir-birimizin romanlarını redaktor eləmişdik. Yəni redaktorluq eləmişdik. Yəni redaktor eləmişdik. Yəni yaxşı redaktorluq eləmişdik. Bir də Xan yaxşıdır deyirsə, yəni adamda o güvən var da. Həm də bu belə bir şeydir. Bu da yenə bir boşluqdandır. Yəni necə ki, filoloqlar dillə məşğul olmur, mən öz romanımda dillə məşğul olmağa məcbur oluram. Eləcə də redaktorlar elə balkonu eyvan eləməklə məşğuldur deyənə, mən öhdəmə götürürəm, bu işi öyrənirəm ki, bir dəqiqədə redaktor bu deyil də. Redaktor daha dərin məsələdir. Əsər üstündə gördüyü iş fərqlidir. Sözləri dəyişmək deyil, hərf səhvləri düzəltmək deyil. Ona görə indi Xan mənə deyəndə belə Solğunun müəllifidir və bilirdim ki, birinci yerə çıxıb, hər halda pis olmaz. Baxdım, göndərdiniz mənə, oxudum və çox bəyəndim. Əsərin özünü çox bəyəndim. Mənə əl yazması doğrudan da çox təsirli idi. Orada o məsələ vardı, yəni intellektə müraciət. Ən çox məni tutan şey o idi. Yəni gördüm ki, uşaq heç nə bilmir demir bu müəllif. Uşaq artıq bilməlidir, uşaq orta məktəb oxuyur. O bilir işıq nədir, sürət nədir, mən nə bilim, ay nədir, ulduz nədir. Bunu başa düşən uşağa müraciət edir. Hətta ulduzun, günəşin ulduz olduğunu bilirsən, yetkin insanların çoxu bilmir. Nəysə, amma çətinlik nə idi? Sual budur ki, çətinlik nə idi? Çətinlik, elə bir çətinlik olmadı, əksinə çox zövq aldım. Bax, səmimi deyirəm, tam səmimi deyirəm, yəni çətinlik olsaydı, onsuz da boynuma götürmədi, tənbəl adamam mən. Yəni, çox zövq aldım. Ləzzət aldım o prosesdən. 2 aydan çox işlədik romanı və balaca 200 səhifəlik şeydir. O əsl ədəbiyyat bayaqdan danışdığımız həmin o zövq məsələsidir. Məsələn, o dediyi pinti yaza bilər, cümlələri yaxşı qurmaya bilər, amma oxuyanda o alırsan, zövq alırsan, peşman olmursan bu kitabı oxuduğuna. Onda biraz da yazıcı biraz özü üçün yazır da oxucudan çox. Yəni yox. Onu o bəhanəni verməyək də. Biz belə bir şey deyim, biz üçümüzün də ixtisası ədəbiyyat deyil, başqa sahələrdə. Üçümüzün də əslində ixtisası bizə yazıcılıqdan daha çox qazandıra bilərdi, əgər biz o işlə məşğul olsaydıq. Amma biz maddiyyatın daha qaçınmaq əvəzinə ədəbiyyatla məşğul olan insanlarıq da. Nəticə etibarı ilə tibb bitirən 2 nəfər və hüquq bitirən ən yaxşı fakültələri bitirmiş, yəni. Amma nəticə etibarı ədəbiyyatla məşğuluq. Yəni biraz da
özümüz üçün maraqlıdır buna məşğul da. Çünki əgər bizi özümüz o qədər maraqlı olmasa, maddiyyat və başqa ünsürlər maraqlı olsa, orada siz özünüzü mərkəzə qoymayın. O sizin istədiyiniz bir şey deyil. Sizin seçiminiz, Yəni, o məncə ədəbiyyat sizi ora gətirir. Bir lənət kimidir. Bəli, o dəqiq bir lənətdir. Yəni qaça bilməzsən də. Bütün sənət növləri belə deyil. Məsələn, bəstəkar da elə deyil. Elədir. Bütün yaradıcılıq sahələrinin hamısı lənətdir da, yəni o səni bura aid olduğun yerə qayıtmaq məsələsi var. Yəni sən hara aidsənsə, əgər sən ədəbiyyatın içinə düşmüsənsə, o sehrə qapılmısansa, ora aidsən və oradan çıxa bilməzsən, mümkün deyil. Uzaqlaşa bilməzsən. Bir şey də var da, bunu əsl demək istəyirəm. Əgər mən bunun lənətlənmişəmsə ədəbiyyatdan, heç olmasa zövq aldığım kimi yazım da. Yəni nə mənada sözü hara gətirmək istəyirəm? Şamxala gətirmək istəyirəm. Tutaq ki, biz Şamxalın yazı stilini o qədər bəyənmirik, amma yəni o yazıçı olmağı seçib və bu iş üçün bəlkə də bir çox şeylərdən fədakarlıq edib də. Biz Şamxalın yazı stilini bəyənirik. Mən Şamxalın yazı stilini bəyənirəm. Şamxalın birinci kitabını bəyənmişəm. Şamxal o birinci kitabdan əvvəl blog yazırdı, Blogspotda yazırdı. Mən oradan tanımışam Şamxalı. Zaten o romanı da yazmışam özünə, tanış olmuşuq, dostlaşmışıq. Şamxalın stilində deyil problem. Məsələ yəni indi biz niyə Şamxaldan dedik? Çünki son yazdığı romanda da o stilə o qədər köklənib ki, roman yazmaq yadından çıxıb da. Yəni romanı yazmayıb. Roman yoxdur orada. Həmin stil var. Məsələn, onun ikinci romanı mən özünə də demişdim, xətrinə dəymişdi, Vüsal bəyə demişəm. Şamxalın kulisdə qısa-qısa oxumuşdum, demişdim bu nədir, bu kimdir? Mən Bayquş Bəyazam. Amma mən o romanı başlayanda da birinci, bir 5-10 səhifə o qədər mənə əsəblərimə toxundu ki, bu nə danışır, bu nə cümlədir, bu adamın ədəbiyyatdan xəbəri var filan. Açıq mənim stil demək istəyim odur. Məsəl üçün mənə mane oldu kitabı davam eləməyə o stil, o yazı tərzi. Amma mən özümü məcbur elədim. Çünki orada hansısa bir cümlə çıxdı qabağıma, o sehrə orada düşdüm. Dedim ki, yox, bunu oxumağa dəyər və oxuyandan sonra başa düşdüm ki, bu vaxt etkisi deyil və onun haqqında yazı da yazmışdım. O kitabın 1000 dənə əgər əskiyi var, çatışmayan, problemli şeylər var, amma onun içində ədəbiyyat var, roman var. Amma ikinci kitabda onların heç biri yoxdur. Sadəcə özünün çox bərbad şəkildə kopyalamaq, özünü təkrarlamaq, birinci kitabı təkrarlamaq və məna heç nə yoxdur. O ikinci kitabı, Şamxalın ikinci romanını, o gözəl, cazibəli, abu havalı cümlələrini, ehtişamlı. Bəli, möhtəşəm. Bəli. O sehirli cümlələrini tərcümə eləsə Azərbaycan dilinə, Azərbaycan dilində 15 səhifədə yazdığı hissəni 2 dənə cümlə ilə Azərbaycan dilində ifadə edə bilərik və əlimizdə ortabab türk serialına mövzu ola biləcək bir roman mövzusu qalır. Heç nə qalmır. Orada nə Şamxal yoxdur, nə onun belə deyək də sitayiş elədiyi ədəbi imzalar yoxdur, təsirlənmələr yoxdur, heç nə yoxdur. Özünün birinci romanının bərbad təkrarı. Şüar dediniz bayaq, istəyirəm o mövzuya birdən qayıdaq, yeri gəlmişkən Şamxaldan danışdığımız üçün. Məsəl üçün ədəbiyyatda şüar, pafoslu cümlələr, şüarçılıq, aforizmlər, sevdiyim sahədir. Necə baxırsınız? Bu olmalıdırmı, yoxsa ehtiyac yoxdur buna? Sən burnun uzun görməyən, çox yaşamır yazan adam deyir də bunu yəni. Bizim dünyamızda burnun uzun görməyən çox yaşamır. Mən öz fikrimi deyim əvvəlcə. Tutaq ki, kommersiya məqsədi ilə kitabın tanınmasının çox böyük rolu var bu aforizmlər. Əgər həqiqətən qəşəngdirsə, insanlar xüsusən də indi sosial media dövründə. Bəli, paylaşırlar, danışırlar, satışı baxımından yaxşıdır. Amma məncə ədəbi hissəsinin biraz ziyan vurur. Çünki bir nöqtədən sonra sən yazıcı kimi ancaq aforizm kasmağa başlayırsan da, belə deyim. Yəni ürətməyə, istehsal eləməyə. Və o da sujetə zərər vurur axı, sujetə mane olur məncə. Amma əsl yaxşı mətnin ona ehtiyacı olmur. O şüar öz-özündən gəlir. Onu sən istehsal eləmirsən. Bəli, mən də o fikrinə çox razıyam. O şüar təbii şəkildə orada formalaşır. Sonra özün, heç bəlkə özün oxuyanda o şüar olaraq sən gəlmir. Amma Vüsal bəy orada oxuyub deyə bilər ki, bu nə gözəl aforizm ola biləcək, paylaşıla biləcək hissədə o qədər olur ki. Amma sən baxırsan, adi cümlə kimdir, yəni yeri gəlib yazmısan. Bəzi əsərlər var ki, hər cümləsi artıq şüardır, hər cümləsi. Abzas sırf sonuncu cümlə şüar olsun deyə qurulub, bir meyxana tərzində qurulub. Və o qafiyəyə otursun da. Bütünə xidmət eləmir də, yəni bütövə xidmət eləmir. O artıq söz soxmaq janrına keçir də. Yəni bunu kimsə mənim baldızım WhatsApp statusuna qoyub
mənə Bəli. söz soxa bilər, mesajını göndərə bilər də rahat Hə. şəkildə. Və bu tutur ha, bu kitablar çox qəşəng tutur. Bilmirəm dünyada necədir, tendensiya necədir, amma Azərbaycanda bu tip kitablar qəşəng tutur. Yəni İndi yayılır. Bir hər şeyin yəqin ki dozası var da, dərəcəsi var. Elə olar ki, sən dediyin kimi, elə olar ki, o dərman olar. Dərman səviyyəsindədirsə, əladır. Zəhər səviyyəsindədirsə, zəhərdir də artıq. Yəni çoxdursa, zəhər olacaq da. Bu baxımdan bir də ən yaxşısı nədir? Bax, kitab yanımızda denər, tez yadımıza düşür də. Sən ulduzsayanda bu burnun ucunu görməyən çox yaşamırın. Mətndə tam həlli var da. Şey deyil yəni. Qondalma qalmır. Göydən düşmür. Orada yəni şurbur taxır, deyir ki, bu rəngi dəyişəcək. Mən sənin əsərini qoy Fəridə xanıma danışmır, sənə öz o belə şeylər mənə ləzzət elədi da. Yəni belə ləzzət elədi, bəlkə də düz ifadə deyil. Yəni o şüara sən gəlməlisən də, təbii olmalı gəlməlisən. Burnuna şurbur taxır ki, bir atmosfer olmayan dünya, düz dünyadır da bu ulduzsayan düz dünya. Şurbur taxır burnuna ki, şurumburundur o nəslədir, şurbur aparatın adıdır. Taxır nəfəs almağa. Deyir ki, bənövşəyidir, hə? Bənövşəyi orada, rəngi bənövşəyidir. Get-gedə deyir qırmızıya doğru, yəni bu da göy qurşağının rəngləri. Yavaş-yavaş deyir, rəngi qırmızıya tərəf gedəcək də. Artıq deyir, çəhrayı olanda bilməlisən ki, dəyişmək vaxtıdır. Qırmızıda bitəcək də. Bax, deyir, diqqət elə, bizim dünyamızda burnun ucunu görməyən çox yaşamış. Bu mətndə gör necə gözəl həll olub da. O doğur oradan. Yəni, sən onu düşünüb yaza bilməzsən onu. Hətta o söz üçün yazılmayıb da. Bu çox yaxşıdır. Bu baxımdan bu cür şüara can qurban nətər deyilir. O uzun bir yolda bulaq görmək kimi bir şeydir də. Yəni yorğun, susuz gəlib çatırsan bulağa, qəfildən bilmirsən orada bulaq var. Yəni gəlib çatanda necə sevinc, nə deyirlər ona bilmirəm, necə həzz, zövq yaşayırsan. Bax o cür cümlələrə gəlib çatmaq, təbii yolla gəlib çatanda onun zövqü məncə başqadır. Nəinki orada qışqırmaq üçün qoymusansa orada onu ki, bombadır, gəl ayağın dəyəcək, partlayır. Məsələn var Dilşad xanımın kitabını gördüm. Dilşad Talıbovanın kitabı. Məsələn açan kimi insan öz xoşbəxtliyinin əslində nəyini görmür. Belə bir şey. Dilşad xanımın kitabını oxumamışam. İlk cümləni gördüm. Şüar artıq ilk cümlədədir da. Yəni bu məsələn xoşuma gəlmədi. Kitabı oxumamışam. Kitab bəlkə də möhtəşəm kitabdır. Amma onu ilk cümlədə görmək artıq məndə belə bir təəssürat yaradır ki, müəllif söz tapıb, qəşəng şüar tapıb və gətirib yuxarı qoyub. Bunu çıxardıb orada. Bu da maraqlı bir şeydir. Məncə əsərdə Yəni başlıq qoyaq. Romanda ilk cümlələr və insipit roman məsələsi. yuxarıdan aşağı başlamamalıdır məncə. Yuxarıdan aşağı düşməməlisən. Orada bu da paradoksdur. Bax yaxşı başlamayan roman mənim xoşuma gəlmir. Yox, çox yaxşı başlayanda da adamı belə Yox, yaxşı başlamayan məsələsi yox. Məsələn, o bayaq dediniz, Dilşad xanım o qoyub birinci cümləyə. Şüarı bir. O sırf şüardır. Onun üstünə qalxa bilməyəcəksən. Hələ mətndə həlli yoxdur. Hələ bilmirik nə baş verəcək. O ən axırıncı cümlə bəlkə ola bilərdi. Yaxşı başlanğıc necə olmalıdır? Necədir onda? Çox adi, sadə məncə başlanmalıdır. Bu məsələ yox da bu məsələ mənim üçün doğrudan da həm maraqlıdır, həm paradoksal. Bilirsiniz necədir o? Kanalı çevirirsən ya reelslərə də maraqlı bir dənə söhbətin ortasından qoşulursan, görürsən söhbətin ortasına qoşulur. Ortasından düşürsən, amma keçmirsən də, baxırsan kanal nə maraqlı danışırlar. Kitab elə başlamalıdır. O söhbətin ortasından sən ora düşməlisən. İzah edə bildim? Bəli. Bu Əşrəf Ərənin birinci kitabında da o mənim çox xoşuma gəldi. Yazmaq qərarına gəldim. Belə çox yaxşı başlayır da. Yəni ki, bilirsən ki, nəsə baş verib da artıq yəni. Bu şüar deyil. Bax, məsələn, şüar deyil. İnsan yazarkən qəlbinin dərinliklərinə enməlidir deyil. Yazmaq uzun müddətdir yazmaq ehtiyacı hiss edirdim. Bu fikir burulğanı nə bilim. Şüar deyil. Amma səni söhbətin ortasına atır, bir şey baş verib, bir şey baş verəcək və bunları yazan bir adamdan oxuyuruq. Bu nəsə olub ya da olacaq. Və sən onun üstünə gəlib çıxmısan, maraqlı bir yerə gəlib çıxmısan və düşürsən ora, davam edirsən. Məncə elə olmalıdır. Elə fikirləşirəm. Amma onu da bacarmaq asan bir şey deyil. Onu bəlkə də ora o başlanğıcı tapmaq üçün o romanı bəlkə 5 dəfə təzədən işləməlisən, nəyisə kəsməlisən, nəyisə çıxartmalısan, məncə əziyyət çəkməlisən. Yaxşı roman bədahətən məncə yazılmır. Heç vaxt. Bizim elə problemimiz odur. Bizdə müəlliflər yazır və deyir ki, bu məni yazmışam. Qəlbimdən süzülüb gələnlərdir, daha buna heç nə eləmək olmaz. Amma roman komanda işidir. Roman böyük bir layihədir. O bir nəfər
qələmindən süzülüb gələ bilməz. Onun sən elə müəllif özü ən azı 2 dəfə yazmalıdır. Ən azı 2 dəfə yazmalıdır. Bir dəfə yazmalıdır, bir dəfə də üstündən keçib təzədən yazmalıdır. Lazımsa silib təzədən yazmalıdır. Deyəcəkdim. Əlbəttə. Bu mütləq. Üstəgəl yaxşı redaktor o romanı yoğura-yoğura işləməlidir. Redaktordan bayaq danışdıq da. Birinci cümləsinə qədər, ikinci cümləsinə qədər hər şeyi artıq yerinə qoymalıdır. Müəllif hansı fikri çatdırıb, nə dərəcədə çatdıra bilib və bunu çatdırmaq üçün əlavə hansı elementlərə ehtiyac var? Bir də orada əsərdə müəlliflə yanaşı bir də romanın özü var axı. Bəli. Müəllif nə demək istəyir, roman nə demək istəyir? O ikisinin balansını tutturmaq önəmli bir şeydir. Baxırsan ki, romanı oxuyursan, görürsən ki, roman başqa şeydən danışır. Müəllif başqa şey danışır. Oxucu buradan tamam başqa bir şey başa düşüb. Əslində müəllifin eləmək istədiyi tamam başqa bir şey imiş. Məsələn, mən 2 gecəyə o cür roman yazaram rahat şəkildə. Ayxan Ayvazın bir romanını oxumuşdum. Deyəsən Pəncərəsiz idi adı. 2 gecəyə ondan, o cür romandan birini rahat yazaram. Bəlkə ikisini də yazaram hər gecəyə bir roman. Həqiqətən. Əsas problemimiz nədir və necə həll edirik? Əsas problemimiz bizim bu gün yazanlar. Savadsızlıq, mütaliəsizlik, zövqsüzlük, dünya görüşündən kəsadlıq, məsuliyyətsizlik, disiplinsizlik. Ulduz Sayanın Solğundan fərqi odur ki, Ulduz Sayanla Solğun arasında müəyyən bir araşdırma periodu var. Mən özümü müəllif olaraq inkişaf elətdirdiyimə inanıram da və özünü inkişaf etdirməyən müəllif nəticədə yaxşı romanı hara qədər yaza bilər? Getdikcə düşəcək də aşağı. Çünki birinci roman artıq istedadlısa, ikinci roman istedadı üstünə nəsə qoymalıdır. Əziyyət olmalıdır. Bəli, orada nəsə bir baza yığmalıdır, toplamalıdır. Bizdə ədəbiyyatla məşğul olmağı çayxanada oturub qeybət eləməklə səhv salırlar, qarışdırırlar, yaxud elə anlayırlar. Çayxanada oturub bu kitabdan danışmaq, ədəbiyyatla məşğul olmaq demək deyil də. Hə, oturmuşuq, tutaq ki, 6 nəfər Vüsal Aydının kitabını müzakirə edirik. Müzakirələr necədir? Vüsal əjdahadır. Bu kitab bir dənədir. Bu kitabın dili yaxşı deyil. Amma heç bir əsaslandırma yox. Yoxdur, dili yaxşı deyil. İstənilən kitab haqqında deyə bilərsən ki, bu kitabın dili yaxşı deyil. Niyə, qardaş? Kitabın dili nədir? Yaxşı nədir? Pis nədir? Necə bu qənaətə gəldin? Və əmin olun ki, o 6 nəfərin içində bəlkə də biri o kitabı oxumayıb. Bəlkə biri oxuyub o birisilərə danışıb. Elə ola bilər. Oxumadıqları, bilmədikləri mövzudan ehkam kəsirlər. Və bu sosial mediada bunu yayırlar, ətraflarında yayırlar. Oxucu da görür ki, bir dənə kitabı 15 nəfər pisləyir, deyir ki, orada oxumağa dəyməz. Yəqin pis olar. Yəqin pis olar. Çünki normal bir şeydir. 10 nəfərin pislədiyi kitab sənə o qədər də cazibəli gəlməz. Bir dənə o kitab qurdu deyirlər. O bəlkə o da tiplər olur. Görün bunu niyə pis deyirlər? Maraq xatirinə. Gedər oxuyar ki, bəlkə ona təsir eləyə bilər də. Amma mənfi rəyin formalaşmasında bu savadsızlıq, cahillik, adını bəlkə də məsuliyyətsizlik deyə. Çünki onlar ədəbiyyata necə böyük zərbə vurduqlarının fərqində deyillər. Necə ciddi ziyan vurduqlarının fərqində deyillər. Yaxud da əksinə, Vüsal Aydınla dostluq, şəxsi münasibətlərimiz var, bəlkə maddi asıllığımız var, nəyinsə qarşılığında tərifləyirik. Heç nə yazmayıb, kitabı oxu, özün də görsən ki, 5 qəpiklik bir şeydir. Mənfəət güdür. Hə, hansı mənfəətin qarşı, maddi, mənəvi fərqi yoxdur. Yaxud dostluq, doğmayıq, yaxınıq, istəyirəm ki, Vüsalı hamı tanısın. O kitabı elə təqdim eləyirlər. O orada paylaşır, bu burada paylaşır, o orada danışır. Oxursan ki, ay qardaş, burada heç nə yoxdur, axı niyə yalan danışırsan? Və oxucuda bir fikir formalaşdırırlar. Filan əsər, bax, kommersiya, bu da girir ora, reklama girir. Amma onlar bunu öz mənfəətləri üçün edirlər, amma oxucuya ziyan vururlar. Çünki hamı birdən-birə hazırlıqlı, mütaliəli oxucu olmur. Hamı hardansa başlayır. Mən görürəm ki, hamı bu kitabdan danışır və hamı deyir ki, yaxşıdır. Mən oxuyub ona pis demək cəsarəti birinci olmayacaq məndə. Başa düşməsəm də deyil, mən də deyəcəm yaxşıdır. 15 nəfərdən bəlkə biri oxuyar, deyər ki, yaxşı deyil. Niyə yaxşıdır? Biri sorğulayar onu. Bax, bu cür yalan, saxta, qondarma rəy formalaşdırırlar, imza yaradırlar, yazıçı düzəldirlər kimlərdənsə. Bu çox ciddi ziyan vurur məncə bizim ədəbiyyata. Buna nə deyirlər bunun adına? Lobbiçilikdir yoxsa nədir? Quruq ədəbiyyatı deyirlər öz aralarında. Quruq ədəbiyyat, hə. Düzdür, bu söhbət çox köhnəlib, quruq ədəbiyyatı söhbəti. Amma var da, yəni hələ də var, yəni. davam eləyir. Düzdür. Məsuliyyət daşımaq məsələsi var da. Mən
tanıyanlar çox az sayda olsa da tanıyanlar bilir ki, mən Azərbaycanda yerli müəllifləri oxuyuram, haqqında yazı yazıram da. Bəli. Və inanıram ki, o yazıları oxuyan mənim nə dərəcədə heç bir mənfəət güdmədən yazdığımı artıq başa düşərlər də. Yəni insaf da dinin yarısıdır. Çünki baxmamışam dostum, tanışım da öz kitabım haqqında da mən yəni səhvlərimi boynuma alaraq danışıram. Və mən bir kitab haqqında onu hiss edirəm ki, o məsuliyyəti hiss edirəm. Bir kitab haqqında mən müsbət fikir bildirirəmsə, onun məsuliyyətini daşıyıram. Bəli. İstənilən adamlar bunu danışa bilər, niyə yaxşıdır? Hə. Yaxşı mən nəyə deyirəm? Ya da niyə bəyənmirsənsə, onun açıqlaması olmalı. Bir başıma gələn bir şey deyim, qeybət qıraq biraz. Məsələn, Akşin Yeniseyin Tarix və Talih kitabını oxumuşdum. Mənə görə o kitab cəfəngiyatdır, xalis cəfəngiyatdır. Və hətta Akşin Yeniseyə mənim o qədər hörmətim var ki, istedadına o qədər hörmətim var ki, düşünürəm ki, cəfəngiyat yazmaq istəyib. Yəni ona haqq qazandırmaq istəyirsən. Hə, yəni müəllif durub cəfəngiyat yazmaq istəsə belə olar. Yəni belə düşünürəm də. Çünki o dərəcədə var bir bildiyi. Yüksəkdir mənim üçün. Şeirlərini bəyənirik, müsahibələrini çox bəyənirik. Demək ki, bütün videolarına, video müsahibələrinə baxmışam. Və yəni münasibətimiz də var, əlaqəmiz. Birbaşa dostluğumuz olmasın da münasibətimiz var. Amma mən o kitabı oxudum, haqqında yazı yazmadım. Biraz da hörmət elədim ki, yaxşı deyil. Mən ustad sayıla biləcək yaşdadır. Məndən də böyüdüm, bizdən əvvəlki nəsildir. Sadəcə olaraq Facebookda yazdım ki, neçə səhifəlik cəfəngiyatdır. Bunu janr olaraq cəfəngiyatdır. Yəni bu formada yazdım. Bunun məsuliyyətini daşıyır. Bir də haqqında danışmaq üçün də, lap tənqid eləmək üçün də orada bir şey olmalıdır da, tutunacağın bir şey, ələ gələn bir şey olmalıdır. Mən o kitab barədə, Tarix və Talih kitab barədə danışa bilərəm istəyən adamlar. Niyə mən belə düşünürəm? Və hətta mən danışmağıma ehtiyac yoxdur. O kitabda deyimdən əsaslanırım üçün. O kitabda Azərbaycanı düşərgə adlandırır. Bir əvvəldə düşərgə deyir, sonra Azərbaycan olur o. Yəni əvvəldə Azərbaycan deməmək üçün düşərgə deyir. Neft daşıyırdılar və s. bilirsən də söhbət Azərbaycandan gedir. Sonra müəllif onu unudur özü. Bayaq düşərgə dediyini unudur və bu səfər Azərbaycan deyir həmin yerə haqqında. Sonra deyir ki, Azərbaycanlılar, belədir. Bu kitab 2020-ci ildə çap olunub. 2020-nin əvvəllərində. Azərbaycanlılar deyir, öz hasarlarını Azərbaycanın sərhədlərindən müqəddəs tutur, əziz tutur. Amma məhz həmin il belə olmadığını Qarabağda göstərdi, Azərbaycanlıların elə olmadığını və o kitabın özünü yanıldan, özünü cəfəngiyat eləyən bir kitab olduğunu sentyabr ayında göründü də, yəni 44 gün vardı. Yəni burada mənim artıq əlavə sübuta heç ehtiyacım yoxdur. Tarix, ironik oldu ki, Tarix və Talih kitabının cəfəngiyat olduğunu Azərbaycanın tarixi və talihi özü sübut elədi. Bəli. Cümlələri çox bərbəzəklidir, bəli. pis deyil. Amma həddindən artıq çox kimi işlədir. Məsələn, hər şey kimi və hər şey. Yəni o da yəqin şeirlərini Akşin çox yaxşı şairdir. Yəni su içdi yoxdur da. Suyu nə bilim hardan axan yağış kimi boğazına tökdü. O şeirdən, məncə o şeirdən gəlir. Sərkərdə kimi ayağa durdu. Nə bilim metaforalar. İstidən nə bilim qovrulmuş hamilə doğuşan kimi atdan getdi. Hər şey belədir. Yəni, o şeirindən gəlir. Kimisiz cümləsi yoxdur. O şeirində, Akşinin şeirlərində çox gözəl alınır metaforalar. Məncə Azərbaycan müstəqillik dövrü ədəbiyyatında metaforaları ən gözəl tapıb işlədən Akşin Yenise idi. Mən onu şair kimi tanıyıb sevmişəm. Dəyin istedadına yaradıcılığına sözümüz yoxdur. Qərəz, bu kitab Tarix və Talih, yəni nümunə kimi bunu danışdıq ki, mən bir kitab haqqında yaxşıdır və ya pisdir demək üçün əsasların olmalıdır. Sonra səndən soruşarlar da niyə? Sənin dostun deyəməsin ki, mənim dostumdur ona görə. Amma bunu deyənlər də var, mən özüm eşitdim. Dostumdur, dəstək vermək istəyirəm. Belə olmaq bu ədəbiyyatda, ədəbiyyat sənin dostluğundan daha yuxarıdadır da, daha dostluğun fövqündə duran bir şeydir. Sən dostluğa görə axın nə qədər oxucunu yanıldırsan. Bəli. Məsələn, rəy verəndə də, fikir bildirəndə də bir kitab haqqında gərək özünün heç olmasa o barədə əsasların olsun. Bəli. Ümumiyyətlə, yaxşı yazıçının yaranmağı üçün ölkədə yaxşı oxucu olmalıdır. Mütləq. Və yaxşı oxucunu da, yaxşı yazıçılar formalaşdırmalıdır. Bu çox qəribə bir dənə paradoks yaranır. Amma yox, əsas məsuliyyət yazıçının boynuna düşür də. Yaxşı yazıçı yaxşı yazmalıdır və bu yaxşı şeyi diktə eləməlidir ki, budur, yaxşı budur. Yaxşı budur. Çünki yaxşı şey görməyən oxucu, yaxşı şey görməyən oxucu yazının üstünə çox yük qoyulur. Onun üstünə çox amma yəni əlinə gələn yaxşısını eləməlisən ki, sən oxucun görəndə dərhal başa düşsün ki, hə, yaxşı buymuş sən elə. Ortabab roman oxuya. Necə yaxşılaşa bilər? Öz müasirlərimizdən bir nöqtə yaxşı şey görməlidir də. Öz müasirlərimizdən danışdıq. Yaxşını oxucu görən kimi anlayacaq məsələsində şübhəliyəm.
mən niyə deyirəm ki, Rasim Qaracanın Sizə Yoldaşlar şeiri Azərbaycan ədəbiyyatının ən yaxşı şeiridir. Bunu bütün məsuliyyətimlə deyirəm. Azərbaycan ədəbiyyatının Mirzə Ələkbər Sabir, Nəsimi Füzuli, Nizami daxil ən yaxşı şeiridir. Niyə? Niyə? Çünki orada yazılan şey Azərbaycanlıya lazımdır. Azərbaycanlının yarasıdır. Azərbaycanlının gəz nikah kimi bir problemi yoxdur. Azərbaycanlının qıyqacı ox atmaq kimi bir problemi yoxdur. Yəni bu zövqdür də, rəngidir, estetikadır. Əladır, ləzzət edir. Amma bizim bugün bir Azərbaycanlı balasının gəz nikahla bağrımızı dələn, əyri müjgan atan belə, qıyqacı müjgan atan nə bilim bir xanımla problemi yoxdur. Bugün Azərbaycanın yetim uşaqlarla bağlı problemi var. Yəni ümumiyyətlə Rasim Qaracanın o tip şeirləri var. Mən onun ən sevdiyim şeiri siz dediniz ki, ən yaxşı şairdir, ona gətirirəm. Ən yaxşı şair deyil. Ən yaxşı şeir. Ən yaxşı şeir olur. Hə, mən də şeirə gətirirəm. Rasim Qaracanın bir dənə şeiri var. Qısa bir şeirdir, yadımda qalan kimi deyəcəm. Deyir ki, İnsanlar sevgini çox göylərə ucaltdı, əl çatmaz elədilər. Halbuki sevgi yuduğun göyərtidə, soyduğun kartofda imiş. Belə təxmini belə yadımda qalıb da. Məncə Azərbaycan ədəbiyyatında sevgini ən gözəl, ən dürüst və ən olduğu kimi təqdim edən şeir Rasim Qaracanın o şeiridir. Mən bunu dəfələrlə demişəm, statusda yazmışam. Çünki sevgi həqiqətən odur. Sevgini ən bəsit və ən möhtəşəm şəkildə, ən dürüst şəkildə olanı budur da. Bunu yalana bəzəməyin adı yox. Bəli. Və həqiqətən sevgi odur. Yəni eşqə düşürsən, ab-havaya düşürsən filan, amma sonra başa düşürsən ki, elə sehir zadı yox imiş da, buymuş. Yəni sevginin olduğu və gəldiyi yer. O qıyqacı ox atıb bağır dələn cananla ailə qurandan sonra da davam edəcəkmi? Sonra nə olacaq? Yaxşı, gəz nikah olmadı, ailə qurdum. Bu şübhəsiz İrfan, indi bizə deyəcəklər, nə danışırsan, orada söhbət xanımla getmir, İrfan ədəbiyyatı, mən nə bilim, ilahi sevgi. Başa düşün, bax, bununla da bağlı bizim bir Azərbaycanlı balasını, onu deyirəm, ilahi sevgi kimi bir problemi yoxdur, yəni. Yəni, problem həll eləmək deyil axı yaradıcı adamın işi. Yazıcı özü üçün yazır. Və mən estetik bir zövq yaradıram orada. Lap heç İrfan ədəbiyyatından danışmır. Orada şeiri sevgidən elə gözəl ifadə edir ki, baxanın ürəyi əriyir. Tutaq ki, mən onun şeirini oxuyuram, bir qıza bunu xitab edirəm. Qızım mənə deyir ki, hə, gəl gedək, evlənək misal üçün da. O mənim işimə yaradı da. Mən faydalandım da onun şeirindən. Mənim başıma gəlir. Ədəbiyyatın bir missiyası da var axı. Yəni ədəbiyyat missiyasız deyil də. Yaradıcılığın bir missiyası da var. Sən həm də nəyisə göstərməlisən. Sən bəzi yerdə cəsur olmalısan, bəzi yerdə müxalif olmalısan. Sən göstərməlisən ki, bax bu var, bu problem var. Sən ancaq yarım dodaqlarından, nə bilim, küləkdə oynayan saçlarından danışmalı deyil. Yazıçılar Birliyinin nə qədər üzvü olar? Yəqin 1-3 minə yaxın üzvü var da. Bir orada 1500-2000-ə yaxın xala və dayılar var ki, kitablarında yaz yağışlarını, payız leysanlarını, nə bilim, aşk acısını bundan yazıblar. Çoxu da şeir yazanlardır. Şeirlər dolu deyə 12 dənə kitabı, 30 dənə şeir kitabı çap olunan xalalar var, 45-50. Mən onlara yəni pis mənada bir şey demirəm. Yazıçılar Birliyinin üzvüdür, şair deyir, şairəm. 30 dənə də kitabı var. Amma 30 kitabın hamısında sən getdin ölürəm. Yurda məni, dağlar bizi səsləyir. Saçlarımın rəngini gətir, nə bilim, cavanlığımı apardın. Nə oldu ya, 30 kitabda yazdın qutarmadı. Bu kişi nə qədər şey aparıb səndən? Ya bu qadın səni nə qədər ağladı? Nə olsun, mənası nədir? Yəni ədəbiyyat deyil, onun heç bir ədəbiyyat deyil. Dedi ya. Amma məni ağlatmağı çox qəşəng ifadə edirsə mənə, mən onu ağlamağından zövq alıramsa, mənim üçün məqbuldur. Amma yazıqda nə qədər ağlasın bu? Lap sən ağlamısan, amma mən heç qazanırım. Mən o zövqü almadımsa, bax o artıq mənim məsələn, Ramiz Rövşənin soğan soya ağlayan qadın, bağışla yanına gələ bilmirəm, gözünün yaşını silə bilmirəm, nəsə belə bir şey. Bu daha ağlamaqdan danışır, amma daha realdır, daha Azərbaycanlıdır. Yəni Azərbaycanda soğan soya ağlayan qadın, yəni gəc nikahla, bağır dələndən xeyli çoxdur. Bildin nə demək istəyirəm? Yəni bildinizdə, yəni fikrimi buna gətirirəm. Bu daha realdır, daha bizi ifadə edir. Ağlamaqdan danışsız bir sual da açım. Emosiya dilənçiliyi deyilən bir şey var. Müəlliflər buna çox gedirlər. Yəni yazım, obrazım dərd çəksin və ya nəsə eləsin filan və oxucu da ağlasın. Oxucunu ağlatmağa çalışmaq və ya oxucunu güldürməyə çalışmaq. Sırf onun emosiyalarına xitab etməyə çalışmaq. Cəlil Cavanşirin şeirləri məsələn. Şeir özəlində deyilməm. Əsas romanda da ola bilər, hekayədə də ola bilər filan. Mənə ən son nətər xatırla, nətərdir? Mənə axıra saxla, məni ən son.
Nəsə belə bir şey. Valla heç bir yadımda qalmır. Prosto yəni ağlamağa gəldi. Yəni emosiya dilənçiliyi haqqında nə düşünürsüz? Bunu dilənçilik deyəndə artıq pis bir şey düşünəcəksiniz hər halda, çünki belə pis təqdim elədim, amma ehtiyac varmı ədəbiyyatda buna? Yəni oxucunun hisslərinə xitab eləməyə. O yadda qalmır. O bir dəfəlik köpük kimi gəlir. Hə, bir dəfəlik istifadə üçündür də. Yəni onlar bir dəfə uzaqbaşı onu post edərsən, eyni şeyi 70 dəfə post eləməyəcəksən də. Hə, partladarsan, bir dənə status yazarsan, 200 dənə like gələr. Sonra da heç kim xatırlamayacaq. Yəni o heç bir dəyəri olmayan, mənası olmayan bir şeydir. Yaxşı yeri gəldi tutdu. Bir dəfə bir yazıçı var, Şəfizadə, adı yadımda müəllifin. Balaca bir hekayə kitabı var idi və onu çox belə fəlsəfə yükləmişdi ora, amma yamaq eləmişdi fəlsəfəni. Mən də buna dedim ki, danışdım, oxudum kitabı, dedi, haqqında fikrini bildirib, oxudum, deyəsən yazı da yazdım belə. Özünə dedim ki, bax, sən çox hiss olunur ki, fəlsəfi yazmağa çalışıbsan. Bu problemdir. Fəlsəfi yazmağa çalışma. Sən fəlsəfə oxu, sonra roman yaz, o elə fəlsəfə olacaq. Yəni, sən ona görə narahat olma. Bu hiss olunur. İndi sən dediyin kimi, yəni bir əsər oxucunu ağladacaqsa, ağladacaq. Yaxşı. Sonda söhbət bura gəlir ki, yaxşı əsər lazımmı olmalıdır, yoxsa estetik mi olmalıdır, hisslərə mi toxunmalıdır, yoxsa alternativ verməyə ehtiyac yoxdur. Sadəcə zövq üçün olmalıdır. Sadəcə zövq üçün də ola bilər, lazım da ola bilər, hər ikisinin özünə ehtiva edə bilər. Yəni nəticə nədir? Tutaq ki, incəsənət sahəsi sayaq ədəbiyyatı və ona qalsa Moonlight Sonata. Heç nə demir bizə əsər, heç nə demir. Amma o qədər gözəldir ki, artıq sən orada özün ona məna qazandırırsan, artıq sən özün ona... Əsl gözəlliyin mahiyyəti odur ki, onu zaten tərif eləmək mümkün deyil. Yəni, o niyə gözəldir, onu izah eləyə bilmirsən, heç cür. Yəni, bir şey sənə gözəl, bir insan da məsələn, sənə həddindən artıq gözəl görünə bilər. Amma o nə simmetriya deyil. Başqası üçün başqası. Bəli, başqası o gözəlliyi görməyəcək orada. O niyəni sən heç vaxt izah eləyə bilmirsən. Əsl bizim danışdığımız ədəbiyyat, roman da məncə elədir. Əslində bilirsən, sən özün bilirsən niyə o gözəldir. Amma onu ifadə eləyə bilmirsən. İfadə eləsən belə çatdıra bilmirsən. Amma başa düşürsən o niyə gözəldir. İndi bayaq danışdıq. O hansı kriteriyalara əsasən bunu gözəl hesab elədiyini heç vaxt ifadə eləyə bilməzsən. Və mən bir də bir şey dedim, lazımdır, gözəldir və ya ikisinə ehtimal. Əslində lazımdır tək başına bizə lazım deyil. Yəni ya gözəl olmalıdır, ya da lazım və gözəl olmalıdır. Yəni tək başına lazım olan şey adi cümlədir də, yəni. O gözəllik içində o lazım, hisslərə toxunmaq, nəyisə xitab eləmək, nəyisə göstərmək, nəyisə ifadə eləmək. Gözəl onun hamısını öz tərkibində cəmləyir, kompleksləşdirir. Gözəl onların hamısının məncə cəmidir. Gözəl dediyimiz, deyə bildiyimiz şey. Məsələn, Vaqif Səmədoğlu'nun bir dənə şeiri var. Deyir ki, ləpə döyəndə qapqara mazuta bulaşmış qağayının meyiti üstündə xaç kimi dayanmışam. Məzara da bənzəməyə başladım ona. Məsələn, məncə bu şeir, yəni tərcümə eləyib qısa bir şeirdir. Dünya ədəbiyyatına çıxartsaq, məncə yaxşı şeiri anlayan, istənilən oxucunu təsirləndirə biləcək gücdə bir şeydir. Amma Xəzərə aid, içində Xəzər sözü olan o qədər şeirlər var ki, ay dalğalı dənizim, nə bilim nə. O heç kimin amma biraz deyil. istismar yoxdur bu misrada. Yox, məncə yoxdur. Məzarın üstündə dayanmışam, ana deyir, həm məzar söhbət edir falan. Yəni biraz orada axı ağlamaq deyə bir şey yoxdur axı. Orada nə var ki? Qışqıran heç nə yoxdur axı. Əksinə o qədər sakit. Xəzərin o bir durğunluğu var. O şeirdə Xəzərin durğunluğu var, sakitliyi var.